بسم الله الرحمن الرحيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Ramazan ayının böyük bir hissəsini yola verdik, qardaşlar. Allahın izni ilə. Böyük bir hissəsi keçdi. Çoxu getdi, azı qaldı. İmanı artıran əməllər haqqında, məsələlər haqqında yenə davam edək, zikr edək. Demək, qardaşlar, İslam şəriətini diqqətlə incələyən bir kəs görəcək ki, zahiri ibadətlərlə qəlb arasında ayrılmaz, qopmaz bir bağ var. Zahiri ibadətlərlə qəlb arasında nədir zahiri ibadətlər? Namaz, oruc, zəkat, həc, cihad. İstənilən bir ibadət, hansı ki zahiri ibadət var. Qəlb ibadətləri, təvəkkül, sevgi, xuşu, qəlb əməlləri. Bir də var zahiri ibadətlər, namaz, oruc, zəkat, həc, cihad və s. sədəqə. Bu ibadətlərin qəlblə qopmaz bir bağı var. Hətta qəlbə bağlı olmayan zahiri ibadətlərin heç bir səmərəsi, heç bir meyvəsi yoxdur. Bir insan bu ibadətləri, zahiri ibadətləri edir, amma o ibadətlərin qəlblə bir bağlantısı yoxdursa, qəlblə bağı yoxdursa, o ibadətlərin heç bir faydası, heç bir səmərəsi yoxdur. Məsələn, namaz ibadəti. İslam namazdan əvvəl insanın qəlbini, fikrini hər şeydən boşaldıb sırf namaza fokuslaşmağı tövsiyə etməkdədir. Namaza başlamazdan əvvəl İslam tövsiyə edir ki, insan bütün dünyavi məsələlərdən soyutsun, tamamilə özünü namaza versin, qəlbi ilə namaza fokuslaşsın. Yəni, bu səbəblə də Allah Rəsulü sallallahu aleyhi və səlləm yemək hazır olduğu zaman namaz vaxtı gəlibsə, əvvəl yemək yeyib sonra namaza durmağı əmr etmişdir. Ki, məşhur hədisdə Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, yemək hazır olduğu zaman namaz yoxdur. Lə salətə limən hədərəti təam. Yemək hazır olduğu zaman, yemək hazır olan kəsə namaz yoxdur. Ki, yeməyini yesin, sonra namaza qalxsın. Nə üçün? Namaz əsnasında fikri yeməkdə qala bilər. Namaz əsnasında qəlbi artıq yeməklə məşğul olursa, qəlb namazla bağlantısını qoparırsa, o namazın bir səmərəsi, bir faydası qalmayacaq. Hətta İbn Ömər radiyallahu anhu məğrib namazının iqaməsi verilərkən belə əvvəl yeməyə oturardı, sonra namaza gedərdi. Nə üçün? Çünki baxın, məğrib namazı müddəti ən qısa olan namazdır. Ən qısa olan namazda belə, yəni cəmaat namazına belə İbn Ömər, cəmaat namazı ən önəmli namazlardandır. Hətta bir qrupa görə vacibdir, fərzdir. Üstün görüşə görə cəmaat namazı fərzdir. İbn Ömər cəmaat namazına tələsməzdi, yemək hazır olduğu zaman iqamə verilsə belə, yeməyini yeyərdi, sonra məscidə gedərdi namaza, cəmaat namazına. Nə üçün? Namazda qəlbi başqa şeylə məşğul olmasın deyə. Yəni, namazda insanın zahiri ibadətlə qəlbinin bağlantısının o qədər önəmli olması üçün. Həmçinin məscidə namaza gedərkən tələsməmək, ağır addımlarla namaza getmək şəriətin əmr etdiyi şeylərdir. Yəni, məscidə namaza tələsmək olmaz. Nə üçün? Hətta cəmaat namazına çatmaq üçün belə tələsməyi şəriət kərih görmüşdür. Səbəb odur ki, tələsən adam namazda özünü toparlaya bilmir. Namaza girdikdə hansı fikir üzərə qaldığını, hansı fikir üzərə namazla başladığını nə edir? Cəm edə bilmir. Ona görə hətta cəmaat namazı qılınsa belə tələsmədən, aramla, sakit addımlarla namaza getməyi şəriət əmr edir.
Yəni bu və digər səbəblərin hamısının səbəbi insanın namazdan istifadə edib maksimum əcri əldə etməsidir. Bu səbəblərdən istifadə etməyən kəslərin isə əllərinə namazlarında yorulmaqdan başqa bir şey keçməz. Necə ki Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurur ki, gecə ibadətlərinə qalxan nə qədər insanlar vardır ki, onların əldə etdikləri yalnız yuxusuz qalmaqdır. Təsəvvür elə, gecə ibadəti qədər ağır, çətin bir ibadətə qalxırsan, yuxuna bizim Lori dildə demişkən haram qataraq o şirin yuxudan oyanıb gecə ibadətinə qalxırsan, əlinə yuxusuzluqdan başqa heç bir şey keçmir. Nə qədər oruç tutanlar vardır ki, onların əldə etdikləri yalnız ac və susuz qalmaqdır. Yəni qardaşlar, əgər bizim fikrimiz bu yöndə olmazsa, fikrimiz hər nə olur olsun, əsas həmən ibadəti yerinə yetirib canımızı qurtarmaq olacaqsa, biz Allah Əzə və Cəllənin bizim üçün hədəflədiyi hədəfə çatmayacağıq. Namaz qılarkən fikrimiz ancaq bu namazı bitirim, bu namazdan canım qurtarsın fikri ilə namaz qılacaqsa, Allah Əzə və Cəllənin bizim üçün hədəflədiyi hədəfə çatmayacağıq. Və bununla əsla ibadətlərimiz öz meyvəsini verməyəcək. Bu səbəblə yerimizdə sayacaq və Allah Əzə və Cəlləyə gedən karvana qatılmış olmayacağıq. İmanın dadını almayacağıq. Həyatımızda da yaxşıya doğru bir dəyişiklik görməyəcəyik. Sən bu halda olan müsəlmanlara fikir ver. Elə özümüzə fikir verək. Gəlin özümüzə fikir verək. Başqasına fikir verməyə ehtiyac yoxdur. Özümüzə fikir verək. Görəcəyik ki, çox namaz qılsaq da, oruç tutsaq da, həccə, ümrəyə getsək də, əməllərimiz bunu yalanlayır. Bir çox müsəlmanlar bununla bərabər əmanətə xəyanət edərik. Danışanda yalan danışarıq. Digər insanları aldadarıq. Başqalarının əlində olan neymətə həsəd edərik. Dedikodudan, qeybətdən, ara vurmaqdan geri durmarıq. Əlimizdə olan dünyavi mal əlimizdən çıxdığı zaman panikaya qapılarıq. Özümüzü itirərik. İbadət edərik, namaz qılarıq, çoxlu namaz qılarıq, təravihləri tərk etmərik, təravihlərdə bir cüz oxuyarıq, bəzən çox oxuyarıq. Bütün namazları hətta qılırıqsa, sünnətləri ilə bərabər vaxtında qılarıq. Amma əməllərimizdə bir dəyişiklik yoxdur. Amma bu ibadətlər bizim əməllərimizi düzəltmir. Amma bu ibadətlərlə bizim əməllərimiz arasında bir uçurum var. Bununla bərabər deyilənlərə edərik. Yalan da danışarıq, əmanətə xəyanət edərik. Dünyaya son dərəcə bağlı olarıq. Sosial şəbəkələrdə 1000 dənə oyundan çıxarıq. Bu ibadətlərimiz bizi bu əməllərimizdən uzaqlaşdırmaz. Bütün bu pis xüsusiyyətlər onu göstərir ki, qardaşlar, biz etdiyimiz ibadətlərin səmərəsini, meyvəsini görmürük. O ibadətlərdən istifadə etmirik. Bu ibadətlər bizim əxlaqımızı gözəlləşdirmir. Biz yalnız yerində sayır və Allah Rəsulü sallallahu aleyhi və səlləmin dediyi ibadətlərdən əldə etdiyimiz yalnız yorğunluq və ac susuz qalmaqdır. Çünki ibadət edərkən onu yalnız başımızdan edirik. İbadətlərdən məqsəd sadəcə görünüş olmaq deyil, görünüş olaraq etmək deyil. Əksinə, əsl məqsəd hədəfə çatmaqdır. Həcdə qurban kəsməkdə məqsəd qan axıtmaq deyil. Əksinə, bu ibadətlə imanı və təqvanı artırmaqdır. Necə ki, Allah Əzə və Cəllə Həcc surəsi 37-ci ayda buyurur ki, onların nə ətləri, nə də qanları Allaha çatır. Sizdən ona sadəcə təqva çatır. Allaha sadəcə təqva çatır. Hafiz İbn Rəcəb rahiməhullah buyurur ki,
Sələflərimiz ibadətləri çox etmək əvəzinə sağlam və gözəl şəkildə etməyi tövsiyə edərdilər. Şübhəsiz ki, sağlam və gözəl şəkildə edilən az əməl, sağlam olmayan, qəflət içində olan çox əməldən daha xeyirlidir. Yenə sələflər buyurur ki, eyni səhvdə namaz qılan iki nəfərin qıldığı namazlar arasında yer ilə göy qədər fərq vardır. Təsəvvür elə, eyni səhvdə iki nəfər namaz qılır, eyni namazı qılırlar, eyni vaxtın namazını qılırlar, eyni ruku, eyni rükə, səcdə, eyni qiyam, amma qazandıqları əcir yerlərlə göylər qədər arasındakı fərq qədərdir. İbn Abbas radiyallahu anh buyurur ki, təfəkkür içində qılınan iki rükət namaz, qəflət içində bütün gecə qılınan namazdan daha xeyirlidir. Yəni, yenə dediyim kimi, başqalarına deyil, öz halımıza baxsaq, vicdanımızı özümüzə şahidlik etsək, hansı vəziyyətdə olduğumuzu görərik. Namaz qılmağımıza, oruç tutmağımıza, hətta bir neçə saat təravih namazı qılmağımıza, təravihdə cüzlərlə Quran oxumağımıza, Ramazanda Quranı 2 dəfə xətm etməyimizə baxmayaraq, hər il ən azı ümrə ziyarətlərinə getməyimizə baxmayaraq, həyatımızda bunların bir təsirini görürükmü? Namaz qıldığımız halda dünyalıq bir xeyir əldə etmək üçün və ya bir zərərdən xilas olmaq üçün rahatlıqla yalan danışa bilirik. Quranı çox gözəl oxuyan, başqalarına təcvid dərsi keçən birisinin öz ailəsinə əziyyət verdiyini, öz ailəsini gözü yaşlı qoyduğunu, başqalarına şikayət edib fəryad edən bir halda qoyduğunu görməyimiz mümkündür. Əməllərimizlə ibadətlərimiz arasındakı bu uçurumun şübhəsiz bir neçə səbəbləri var, qardaşlar. Birinci səbəb, ibadətlərin zahiri ilə kifayətlənib, əsas olan qəlblə Allaha yönəlməyə fikir verməməyimizdir. Namazlarımızda bədənimizlə Allaha yönəlib, qəlbimizlə Allahdan qeyrisinə yönələn kəsdən sən başqa hansı performansı gözləyə bilərsən ki? Şübhəsiz ki, bədənimizlə Allaha yönəldiyimiz halda qəlbimizlə Allahdan başqasına yönəliriksə, əlbəttə ki, o deyilənlərin hamısını edəcəyik. İbn Qayyim rahimehullah buyurur ki, gözəl bir söz deyir. Deyir ki, əgər sən bədəninlə qibləyə yönəldiyin halda, namaz qılarkən bədəninlə qibləyə yönəldiyin halda, Allahın evinə yönəldiyin halda, qəlbin Allahdan qeyrisə yönəlirsə, onda Allah da bilir ki, sən yalancısan. Əgər namaza başlayarkən Allahu Əkbər, istiftah təkbiri gətirərkən Allahu Əkbər dediyin zaman, qəlbin Allahdan başqasındadırsa, qəlbin Allahdan başqasının düşünürsə, onda Allah da bilir ki, sən yalancısan. Allah ən böyükdür sözünü deyərkən Allah da bilir ki, sən yalancısan. Şübhəsiz ki, namazda bədəni ilə Allaha yönəlib, qəlbi ilə başqasını yönələn kəs, namazdan sonra Allahı unudacaq, amma qəlbindəkini unutmayacaq. Allahın rizası arxasınca deyil, qəlbində olanı əldə etmək üçün qaçacaq. Onu əldə etmək üçün isə Allah Əzzə və Cəllənin halal, haram etdiyi buyruqlara əhəmiyyət verməyəcək. Səbəblərdən biri də, qardaşlar, etdiyimiz ibadətlərdən razı olub onunla xoşbəxt olmaqdır. Artıq o ibadət üzərində özümüzü hesaba çəkmək, o ibadətin qəbul olub olunmadığı haqqında narahat olmağı tərk edirik. Bu halda biz yola bu şəkildə davam etmiş, sanki Allah Əzzə və Cəllənin istədiyini artıqlaması ilə vermiş kimi hərəkət edirik. Əksinə, qul daim öz ibadətlərini hesaba çəkməlidir. Daima ibadətin qəbul olub olunmaması haqqında narahat olmalıdır. Daima gələn dəfəki ibadəti daha gözəl şəkildə etmək düşüncəsi ilə yaşamalıdır.
Bu düşüncəni təsdiq edən ən gözəl misallardan biri nədir? Ramazan ayında oxuduğumuz Quran xətimləri. Biz Ramazanda Quranı xətm etmək üçün bir-birimizlə yarışırıq. Mənasını düşünmədən, Allah Azze ve Celle'nin bizə nə mesaj vermək istədiyini vecimizə almadan, Quranı bitirənə kimi özümüzü xoşbəxt hiss edib, ikinci xətmə başlayırıq. Quran oxumaq qəlbi dirildən, xəstə qəlblərə şəfa verən bir ibadətdir. Halbuki biz bugün onun mənasını düşünmədən, təfəkkür etmədən, təsirindən təsirlənmədən sadəcə dilimizdə tələffüz edirik. Quran oxumaqdakı məqsədimiz bugün ibrət almaq, imanımızı artırmaq yox, Fatihə surəsindən Nas surəsinə qədər olan məsafəni ən qısa zamana qət etməkdir. Sanki marafona çıxmışıq, sanki Ginnesin rekordlar kitabına düşmək istəyirik ki, Quranı kim tez oxuya bilər? Halbuki nə Quranda, nə də sünnətdə Quranı bir həftəyə oxuyanın, 2 həftəyə oxuyandan daha çox əcr aldığı barədə bir dəlil yoxdur. Quranı tez oxuyub bitirənin, gec oxuyub bitirəndən daha fəzilətli olduğu haqqında, daha çox əcr alması haqqında heç bir dəlil yoxdur. Bütün dəlillər əksinə Quranı düşünərək, ibrət alaraq oxuyanlar haqqındadır. Halbuki Allah Azze ve Celle Quranın mənasını düşünmədən oxuyanları qınamaqdadır. Ki Allah Azze ve Celle buyuruyor ki, Kitabun enzelnahu ileyke mübarekun liyedebberu ayatihi ve liyetezekere ulul albab. Bu mübarək kitabı nazil etdik ki, sənə nazil etdik ki, onun ayələri barəsində düşünsünlər və ağıl sahibləri ibrət alsın. Yəni Allah Azze ve Celle buyurur ki, Əfələ yətədəbbərunəl Qur'an. Onlar Quran barəsində düşünməzlərmi? Əm alə qulubin əqfəluhə. Yoxsa qəlblərində qıfıl mı vardır? Allah Resulü sallallahu aleyhi ve sellem Quran oxuyan bir qrup sahabəni görür və onlara deyir ki, Allaha həmd olsun. Allah Azze ve Celle'nin kitabı birdir. Sizin içinizdə də xeyirlər vardır. Sizin içinizdə qırmızı saçlı olanlar da, qara saçlı olanlar da vardır. Quranı oxuyun. Sizdən sonra Quranı oxuyarkən hərflərini bir ox kimi doğru şəkildə oxuyub, oxuduqları boğazlarından aşağı enməyən kəslər olacaq. Bu Quranı oxuyub onun savabı üzərində tələsən kəslər olacaq. O kəslər gəlməmişdən əvvəl Quranı oxuyun. Bu hadisi İmam Əbu Davud, İbn Hibban, İmam Beyhəqi rəvayət etmişdir. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, sizdən biriniz gecə namazına qalxdığı zaman oxuduqları ona yad gəlirsə, yəni artıq dili dolaşırsa, dediyini, oxuduğunu başa düşmürsə, namazını tərk edib yatsın. Bu hadisi də İmam Müslim rəvayət etmişdir. Allah Azze ve Celle Alimran surəsində buyurur ki, şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün ayələr vardır. Ağıl sahibləri üçün ayələr vardır. Bu ayə nazil olduğu zaman Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, bu ayəni oxuyub, bunda təfəkkür etməyən, bunun üzərində düşünməyən kəsə vay olsun. Bunun üzərində düşünməyən kəsin halına vay olsun. Yəni, qardaşlar, Quran nə üçündür? Oxuyub, ibrət almaq üçün. Quran sürətli oxuyub, əcr almaq üçün deyil. Biz əsil olanı, əsas olanı tərk edərək fəzilət olandan yapışmışıq. Allah Resulü sallallahu aleyhi ve sellemin dediyi Quranın hər hərfində 10 savab var. Hədisi hansı ki bilirsiniz ki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki Quranın hər hərfində 10 savab vardır. Mən demirəm əlif, ləm, mim 10.
Əksinə deyirəm ki, əlif 10 savab, mim, ləm 10 savab, mim 10 savab. Bu hədisi biz əsas alırıq. Halbuki bu hədis əsas deyil. Bu hədis mükafatdır. Bu hədis Allah Azze və Cəllənin rəhmətidir. Bu hədis məqsəd deyil. Məqsəd bu olmamalıdır. Məqsəd oxuyub ibrət almaq, qəlblərimizi bununla sağaltmaq, qəlblərimizi bununla şəfaya yönəltmək, bununla şifa tapmaqdır. Bununla əməllərimizi düzəltməkdir. Quran bizim əməllərimizi düzəltmirsə, onda bizim oxuduğumuz nədir? Heç bir şeydir. Ayşə radiyallahu anhə Quran oxuyan bir kəsi görür, tez-tez oxuduğunu. Görür ki, Quranı tez-tez oxuyur. Deyir ki, bu nə Quran oxudu, nə də sustu. Bu nə Quran oxudu, nə də sustu. Yəni, bunun etdiyi heç bir şeydir. Oxuyur, heç bir ibrət almır. Allah Əzzə və Cəllə bizi Quranı oxuyub ibrət alan qullarından eləsin. Allah Əzzə və Cəllə bizi əməllərimizlə, zahiri əməllərimizlə etdiyimiz əməllərin üst-üstə düşən qullarından eləsin. Allah Əzzə və Cəllə bizi əməlləri ilə sözləri üst-üstə gəlməyən, əməlləri ilə ibadətləri üst-üstə gəlməyən nifaq sifətindən qorusun. Əmin. Sübhanək Allahumma və bihamdik. Əşhədu an la ilahə illə ənt. Əstəğfiruka və etûbu ileyk.